Salam değerli məsləhətçilər və izləyicilər, sizinlə mən Könül Məmmədova. Bu günləri sizə paylaşdırma məntəqəsinin ünvanını dəyişmək istədikdə necə əks əlaqəyə məktub yazmaq lazımdır, şəkillər göndərmək lazımdır, onu göstərmək istəyirəm. Bunun üçün daxil olduq məntəqənin şəxsi kabinetinə və baxın, bura basırıq. Və burada əks əlaqə, yazılıb əlaqə. Və əlaqə əks əlaqəyə daxil olduqdan sonra plusa basırıq. Plus. Və burada müraciətin mövzusu. Məntəqə ünvanının dəyişdirilməsi. Ünvanının dəyişdirilməsi. Buraya isə yazırıq. Salam, xahiş edirəm, bizim məntəqənin ünvanını sistemdə dəyişdirəsiniz və yeni ünvana keçədəsiniz və yeni ünvana keçirtməyə icazə verəsiniz. Mütləq bu proseduru eləmək lazımdır, çünki icazəsiz məntəqənin ünvanını dəyişmək olmaz. Və öncədən təşəkkür edirəm. Və köçmək istədiyiniz məntəqənin ünvanını yazırsınız. Köçmək istədiyimiz məntəqənin ünvanı dəqiq olmalıdır, düz olmalıdır ki, həm məsləhətçilər, həm məhsulları gətirən şofer çaşmasın. Burada kopyaladım məntəqənin ünvanını. Mənə göndərilmişdi. Buraya yerləşdirirəm. Və məntəqənin şəkillərini yollayıram. Yollamaq üçün baxın, burada skripka var. Faylları əlavə et. Buna bastım və mediateka, yəni fotoları götürürəm. Həm foto, həm video məntəqənin bütün hər tərəfli şəkillərini göndərirəm. Fayllar yükləndikdə baxın, burada yaşıl qalışqalar olur. Və müraciət yarat sözünə basırsınız. Beləcə mən məntəqənin ünvanını dəyişmək istədikdə məntəqənin əks əlaqəsinə məktub yazdım, göndərdim. Hər birimizə xeyirli, uğurlu, bərəkətli olsun.